8 iyul Tiflisdə 52 kilo çəki dərəcəsində Məhəmmədəli Yırtıcı Qasımzadə Estoniyalı Fyodor Kamanin ilə qarşılaşdı. Aqressor stilində işləyərək mahir ağır zərbələrini hədəfə doğru atırdı. Fyodor isə boyundan istifadə edib rəqibi uzaq məsafədə saxlamağa cəhd göstərdi. Raundun sonunda seriya zərbələrindən sonra Yırtıcı Estoniyalı boksçunun knockdown salır. 3-cü raundda isə 2 nömrə işləyərək əks hücumda rəqibinə heç də geri qalmadığını göstərir. Müdafiənin elementlərini gözəl nümayiş etdirərək bu döyüşdə klass göstərir. Nəticədə Məhəmmədəli Qasımzadə hakimlərin yekdilli qərarı ilə qələbə qazanır.